Quran-ı Kərimdə Peyğəmbərini Allah nələrdənsə çəkindirib. Necə bizi çəkindirir? Quranda bəzi ayələr var ki, Allah Peyğəmbərini nələrdənsə çəkindirib. Oturub say-sox Quranda, mən rəqəmini görüm, tapsam gələn dəfə sizə deyərəm, yadımdan çıxıb. Tapsam gələn dəfə deyərəm sizə. Allah ən çox Peyğəmbəri nədən çəkindirib? Onun rəqəmi yadımda deyil, amma bilin ki, Allahın öz Peyğəmbərini ən çox çəkindirdiyi məsələ budur. Nədir? Bundan çəkindirib ki, cəmaatın nəfsani istəklərinə tabi olma, ya Resulallah. Görün nə qədər incə məqamdır ki, ən çox Peyğəmbərə bunu deyir. Deyir, cəmaatın nəfsani istəklərinə tabi olma. La təttəbi' əhvaəhum. Oxşar ayələr çoxdur. Onların nəfsani istəklərinə tabi olma. Nəticə nədir? Nəticə budur ki, Peyğəmbərlərin müqabilində dayanan ən əsas düşmən Qurana baxsaq, görərik ki, cəmaatın nəfsi nəfsani istəkləridir. Hər hansı bir Peyğəmbər gəldi, danışdı, dəvət elədi cəmaatı. Cəmaat nəfsani istəklərinə zid görür onun sözünü, ya onu öldürür, Quran deyir, ya da onu təkzib eləyir, yalanlayır. Deyirsən, yalancısan. Çünki görür ki, nəfs istəyən söz danışmır. Demir, gəlin gedək rəqsə, oxuyaq, oynayaq. Bunu demir. Bunu demir, bəziləri öz nəfsani istəklərinə zid görür onun sözünü. Quran buyurur, get öldürür Peyğəmbərləri. Bu səbəbdən ki, nəfsani istəklərinə ziddir. Ya da təkzib eləyir, yalanlayır, danır. Amma bir dəstə də var. Bir dəstə var, nə öldürməyə güc çatır, nə də yalanlamağa. Görür ki, yalanlamaq da mümkün deyil. Onda deyir, dini qəbul edeyim, öz nəfsimə uyğunlaşdırım. Nəfsimə uyğunlaşdırım. Bir halda ki, bu dinlə mübarizə apara bilmirəm, yaxşısı budur ki, dini özümə uyğunlaşdırım, öz keyfimə uyğunlaşdırım, öz meylimə uyğunlaşdırım. Və Peyğəmbərlərin əsas problemi budur. Dini gətirir. Peyğəmbərin əsas vəzifəsi budur ki, bu dini cəmaatın nəfsindən qorusun. Ki, cəmaat bu dini nəfsinə uyğunlaşdırmasın, öz istəyinə uyğunlaşdırmasın, təhrif eləməsin, dəyişməsin, meyillərinə uyğunlaşdırmasın. Bütün dinlər var, təhrif olunub. Kitablar hamısını nəfs təhrif elədi. Nəfsin əlində oyuncağa çevrildi. Peyğəmbər buyurur ki, mənim ümmətim üçün də bu baş verəcək. Bizim bir dənə üstünlüyümüz var ki, Quranımız təhrif olunmayacaq. Amma qalan dini düşüncə ilə kifayət qədər təhrif olunur. Bugün özünü müsəlman adlandıran bir dəstə insan var ki, bütün tarixin cinayətkarlarının üzünü ağ eləyiblər. Onlardan vəhşi insan tanımıram mən. Bugün özünü müsəlman adlandıran o xəvaric, o nadanlar ki var, onlar özünü İslam nisbəti verir. Onlar İslam düşüncəsində hesab edir özünü. Və dünya onları müsəlman sayır. Onlardan vəhşi varlıq tanımıram mən. Onlardan rəzil, alçaq, şərəfsiz insan tanımıram. Peyğəmbər buyurub ki, mənim ümmətimdə, mənim dinimdə düşüncələrdə belə təhrif olunacaq.